Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Almanların Cırtdanlar Hökmdarının Böyürtkənləri adlı nağılını danışacağam. Şaxtanın axar suları belə dondurduğu bir qış gecəsi Cırtdanların hökmdarı öz evinə doğru gedirdi. Soyuq ilinə işləyirdi. Vıyıltı ilə əsən küləkdə getdikcə yaxınlaşan canavarın hənirini də hiss edirdi. Axır ki, Cırtdanlar kralı bir kəndə özünü çatdırdı. Amma sarayına çatmaq üçün hələ uzun yol qət etməli idi. Cırtdanlar kralı gecəni kənddə qala biləcəyini, Tanrının göndərdiyi qonağa hər kəsin qapı açacağını düşünürdü. Yolunun üstündə çox gözəl, böyük bir ev vardı. Hər halda bura kəndin ən varlı adamının evi idi. Otaqda 3 qaz lampası birdən yanırdı. Ev soyumasın deyə rəngli pərdələr də tam çəkilmişdi. Qapını zəngin kəndlinin qızı açdı. Amma tanış adamın deyil, darda qalan bir yolçunun gəldiyini görüb qapını üzünə örtdü. Cırtdanların kralı yoluna davam etdi. Kəndin qurtaracağında kasıb bir daxma gördü. Bura kənddəki ən yoxsul kəndlinin evi idi. İçəridən işıq gəlirdi. Qapını kasıb kəndlinin qızı açdı. Çöldə şaxtadan qaçan bir yolçuya kömək edə bildiyi üçün çox sevindiyini söyləyərək Cırtdanların kralını içəri dəvət etdi. Ona isti süd, çörək təklif etdi. Axırda ocağın yaxınlığında bir yataq sərdi ki, Cırtdanlar hökmdarı orada rahat yatsın. Cırtdanların kralı qıza dedi: "Sabah dağa gəl, dəmir qapını tap və məni çağır." Ertəsi gün kəndli ailəsi yuxudan qalxanda qonaqlarının tezdən qalxıb getdiyini gördülər. Cırtdanlar kralının yatağı boş idi. Külək kəsmişdi. Hava biraz isinmişdi. Kəndli qız isti geyindi. Ayaqqabılarını ayağına keçirib dağa dəmir qapını tapmağa yollandı. Günortaya qədər dəmir qapını axtardı. Nəhayət tapdı. Qapı açılanda mühafizəçilər gənc qızı kralın huzuruna gətirdilər. Dəmir qapıdan girdiyi anda qız dünyanın dəyişdiyini hiss etdi. Hava isindi. Cırtdanlar kralının oturduğu bağçada bir-birindən gözəl, qırmızı böyürtkənlə dolu kollar vardı. Kral süfrəyə əvvəlcə bal kimi şipşirin böyürtkən gətirdi. Sonra qıza bir səbət verdi. Səbəti daşıya biləcəyi qədər böyürtkənlərlə doldurmağı söylədi. Qız qapının yanındakı ilk koldan böyürtkən dərmək istəyəndə "O koldan yox, başqa koldan topla." Gənc qız bir səbət böyürtkənlə evinə qayıtdı. Amma səbəti açanda içində böyürtkən əvəzinə ləl cəvahirat olduğunu gördü. Bütün ailə sevinç içərisində idi. Yoxsul ailənin birdən-birə necə varlandığını əlbəttə ki, hər kəs öyrəndi. Bunu eşidəndə tamaqlanan zəngin kəndlinin qızı da bəxtini sınamaq istədi. Dəmir qapının qarşısında Cırtdanların kralı onu da gülər üzlə qarşıladı. Onu da bal kimi böyürtkənə qonaq etdi. Amma ona qapının yanındakı koldan böyürtkən yığmasını söylədi. Səbətdəki böyürtkənlərin ləl cəvahirata dönəcəyini düşünən qız evə qayıdanda nə görsə yaxşıdır. Səbət ağzına qədər gicirtkan və dəvə tikanı ilə dolu idi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.